Deməli, bura Zemosvaneti adlı kəndidir. Buranın rayonu da Mestiyadır. Bura bugün 21 sentyabrdır. Uca qar yağıb. Səhər-səhər buralar ağappaq idi. Bura bir nəsildir. Bu kəndin sakinləri hamısı bir nəsildir. Əmi oğlu, bibi oğlu, dayı oğlu, xala oğlu, belə. Yəni bizim kimi bir insan gəlib burada yəni nə torpaq ala bilməz, nə ev. Çünki satılır. Bu bir. İkincisi, burada su pulsuzdur cəmaada. İşıq pulsuzdur. Gün ərzində də turistlər deyə gəlir bir də qabaqdan. 10 minlərlə turist yaxın edir. Orada şəlalə. Çaydır, şəlalədir. Göbələk də doludur burada. Bütün günü turistlər gəlib baş çəkirlər bura. Dünən gecə burada da qar yağıb. Deyir, burada 300-400 metrdir bax buradan bura. Bax belə. Buralarda indi ərimiyib, burada əriyib. Dağlar hamısı ağarıb. Buradan ora 500-600 metr məsafə var. Hello. Belə. Bizdə dünyanın hər ölkəsindən turistlər var burada. Hər ölkəsindən ha. İndicənə keçən də qızlar idi. Göbələk bax. Göbələk doludur burada. Göstərim. Yiyilən göbələkdir. O gün yığdıq. Bir xeyli bir kiloya yaxın, kilodan biraz çox bəlkə də. Yığdıq qəşəng. Burada biz bu hosteldə qalırıq. Həm də o pilləkəni də biz yığmışıq. Bax o yekə. Hosteli oranın çölündə pilləkən yığırıq. Görünür bax bu pilləkəni biz yığırıq. Bu. Onlar da turistlərdir. Çıxırıq indi yuxarı. Yuxarıdan da bir hər iki tərəfi çəkim. Bir də orada bağ tikirik. Bağça, uşaq bağçası. Bax orada. Hə, işıq pulsuzdur burada. Su pulsuzdur. Hökumət buradan o axan çaydan su, o sudan aşağıda Yekə baraj var. Gürcüstanın ən böyük barajı var. GES su istehsalat birliğidir. Elektrik istehsalı orada aparılır. Bu da xalqın sərvəti olduğuna görə it burnuna bax. Bizcə də nədir bax. Yox, biri də burada. İt burnu. Uca yetişib. İçi qurudur. Hə. Ona görə də bu xalqın milli sərvəti hesab olduğuna görə buranın millətin bu su. Buradan əldə olunan enerjinin bir qismini öz millətinə pulsuz verirlər. Qalanını da Gürcüstana satırlar. Yəni şəhərlərə satırlar. Bu da it burnu. Nə gözəldir. Doludur.
Yer hamısı it burnudur. Yerdə birinci dəfədir görürəm it burnu. Burada şey de var. Yarpız. Ne bileyim. Bu şeydir, çəkli otu. Bakın. Ha, deyir çəkli otu. Baba çəkli otu doludur. Bu çəkli otudur. Doludur burada. Geçen sefer xeyli yığıb aparmışam. Biraz da yığım. Elə-belə cibimə töküm. Bax, bura hamısı bu çəkli otudur. Hamısı. Bax, bu da. Bax, çəkli otu. Bax, bunlar hamısı çəkli otudur belə. Mal heyvan yiyir. Və burada turistlər bura niyə axın eləyir? O dağın arxasında donmuş şəlalə var. Dünyanın ən böyük donmuş şəlaləsi, ha. Belə Niagaradır, bilirik. Amma donmuş şəlalələrdən söhbət gedir. Və onu görməyə gəlirlər. Yarısı Rusiya tərəfdədir, yarısı bura Svaneti tərəfdə. Bax, belə gözəl bir yerdir. Bax, belə bir kənddir. Bu güllələrlə tanınır. Bir də o şəlalə dediyim indi buradan görünmür. Orada o buludların arkasında bax, ora dağdır belə. Yekə dağdır. Hərdən bir turistlər vertolyotla zatına gedirlər ora. Ha, burada da balaca mini kafe kimi şeydir. Turistlər gəlib buradan keçəndə aynı zad alırlar. Pivə, mivə. Belə mağaza kimi bir şeydir. Hava turuplar burada. Burada Vişqadır. En yüksek zirveye çıktık. Bundan da yüksekliği var arka tarafta. Hara çıxdıq ayda. Hara gəlib çıxdıq deyirəm. O bağçanın biz işləyirik. Bax, onu işləmişik, indi üstü örtülür. Krişa vurulur üstüne. İt burnu dolu. İt burnu doludur, it burnudur, kəkli otudur, nə qədər istəsən. Mal heyvan yiyir bir şey ki. Turistlərə bax, hardadılar. Oradan o tərəfə. O tərəflər uca Rusiyadır. Bu dağın o tərəfləri uca Rusiyadır. Bunların yox, o dağların. O tərəfi Rusiyadır. Bura kəndin adı Adişidir, Adişi. Buranın öz cəmaatı Hadişi deyir. Svan millətidir. Onların dilində Hadişi gedir bura. O çaylar, yəni belə bir, bəlkə də 100-dən çox belə çay var burada. O çaydan, bu çaylar gedir tökülür baraja. Elektrik stansiyası var orada. Ora toplanır bu. Elektrik əldə olunur. Ona görə də bir dənə bu kənd deyil, bütün 15 minə yaxın əhalisi var eşitdiyimə görə. Yoxsa 10 min, 15 min də 12 mindir belə. Bunların hamısına bu ödənişsizdir. Çoxdur, belə kəndlər çoxdur. Bəlkə də 100-ə yaxın belə kənd var. Belə hamısı da bir nəsil. Hər kənddə bir tayfada o qədimdən 1200 yaşı var bu kəndin. 7-8-ci əsrdə qurulub. Yəni tikilib bu qüllələr. Turistlər ən çox o qüllələrə görə, bir də arxada biraz görünür donmuş şəlalənin dağı. Arxada görünən donmuş şəlalənin dağıdır. Bir də onu görməyə gəlirlər turistlər. 21 sentyabrdır, amma qar var. Yəni buralar ağappaq idi səhər-səhər. Biz aşağıda idik, biz gəlib çəkə bilmədik. Mən gəlib çəkə bilmədim. Amma yenə də burada yanımızdakı bir 100 metr, 150 metr yuxarı qalxsa qardır. Ora qalxsam indi oranı da çəkərəm. Elə bir gözəllikdir.
Yayda da qışdı burada yəni. Hələlik sağ olun. Tövsiyə edirəm gəlib burada istirahət edin. Yollar açılanda indi gələ bilməzsiniz bura. Tiflisdən bura 8-10 saatlıq yoldur. 7-8 saat minimum.